Gedib pornoya baxır, oradan gedib fahişə yanına. Həmin fahişəyə əzizim, canım, aşkım deyəcək, xanımla bir kəlmə xoş söz yox, bir gül yox, bir münasibət yox, birgə rəqs etmək olmaz. Evləndirilən, zorla evləndirilən, cinsi əlaqəsi alınmayan gənclərdən tutun, 40 il əvvəl zorla evləndirilib, bugün də 60 yaşında qadındır. Doktor, bəs mən neyim, 3 uşağım var idi, işləmirdim, evdən qaça bilmədim, çıxa bilmədim, özümü məcbur edim, bu insana özümü əzdirdim illərlə, indi də dözənmirəm, indi də boşanmağı utanıram deyən qadınlara qədər. İndiki qadınlar buna susurmu evləndiriləndən İndiki sonra da? qadınlar təkcə anasını nümunə görmür axı. İndiki qadınlar susmur ona görə ki, onların türk serialları, başqa seriallar. Elə bir ailə gəlib yanınızda ki, bu ailəni xilas etmək mümkün deyil demisiniz. Bunlar istifadə edib onu əzir. Olub ki da ağlaya-ağlaya çöldə qoyub, qışın soyuğuna cəza verib onu. Belə halların, gecələrin birində bu çıxıb gedib, özünü başını qoyub reislərin üstəki özümü öldürəcəm. Bir yaşı çatıb artıq onu evdən təkid edirlər ki, evlənməlisən, evlənməlisən, evlənməlisən. Bu ailənin başçısı artıq o həmin insanlar deyil, onların valideynləridir. Ümumiyyətlə sevgi nədir? Qadın hissləri ilə, emosiyalı ilə, doğmalığı ilə bağlanır. Kişi ağıl və sekslə bağlanır. Belə ailə dağılmır.